Bu gecə Qədr gecəsidir. 3 gecədən biri və hədislərə müraciət elə söz ən çox ehtimal verilən gecədir bu gecə. Qədr çox eşitmişik adını, amma qədrin mənası nədir? Qədir yəni deyərkən nəzərə tutulur. Birinci belə buyururlar, deyirlər qədirdən məqsəd qədir, qiymət, dəyər, qədər, yəni bu mənadadır. Bir sözlə çox dəyərli bir gecədir. Çox dəyərli bir gecədir. Ona görə adı Qədr gecəsidir. İkinci mənası qədrin. Qədir yəni sıxmaq, darısqallıq, sıxlıq. Qur'an-ı Kərimdə bir ayə var, buyurur, İnna rabbəkə yəbsud ər-rizq limən yəşə və yəqdir. Allah bəzi insanlara ruzunu geniş verər, bəzi vaxtlar isə bəzilərinə yəqdir, sıxar ruzunu.